Selamlar dostlar, sizinle mən Əli və siz Super Games kanalısınız və bu oyununda Dragon Soccer 2 oynayıb oynaqdan da bir oyun çəkdim. 300 qutardı. Heyf, yəni onu sonuna qədər çəkmək istəmədim və bu oyunda mən tam ətlidə mübarizə aparacağam. Yəni bir də risk eləmərəm heylə hücumda. 3-2-2 və 3-3 hərəkət etəcəm. Yəni qeyd etmişəm ki, əsas odur ki, yəni məğlub olmuram. Yəni məni məğlub edən axtarıram. Düzü 3-0 durdu amma yəni 3-3 elədim və başlayaq bu qarşı oyunumuza. Yenə çox güclü bir Qarabağ, çox güclü bir komandadır amma yenə də oynayacağım mən. Gəl bəri. Ümid edirəm ki, artıq video keçmək üçün bizə qələbələr lazımdır. Mənim qələbəmi ümumiyyətlə görür daha doğrusu da bir dənə yaxşı olsun. 20-61 çox az verir onun qələbəsinə. Məğlubiyyət 69 bizə 30 ona, bərabərlikdə 11 ona, 3-6%də biz yəni mən bərabərliyimi o qədər də görmürəm. Getdik. Yəni güclü komandadır. Bilmək olmaz. Əsas oyundur. Bəlkə də yeni başlayıb yəni nə bilim elələr. Çoxdan heç onlayn oynamır. Getdik. Modric. Bax bu oyunu udacağam. Həqiqətən də mən bu oyunun yaradanını axtarıram, oynayanını. Çünki siz də görürsünüz ki, ayrı hər ikisindən maraqlı. Yəni uduzmuram. Heç eləsən əsas odur ki, uduzmuram da. Yəni mən əsas heç eləməmişəm. Yəni o oyunlarda nəsə penaltilər olubdu, belə sonuna qədər də çıxıblar qaqaşlar və yaxud da Wi-Fi oyundan atıb deyə elə 2-2 də yazılıbdı. Amma yəni məğlub olmamışam. Yəni yaxşı oynayan axtarıram. Məsələn, keçim oyunuma mən Alba fikrimi tam bura cəmləsəm, məncə bu oyunda uda bilərik. Rəqibimiz güclü deyil, Silva. Bir də müdafiəm sayıqlamasa da bilirsiniz. Romantik anlar yaşatmasalar. Bale. Bax indidən necə romantik anlar başlayır deyəsən. Yavaş-yavaş. Silva. Marcelo yox. Sən Sanchez keçəməyəsən, ona görə də pas verirsən. Bravo. Nə gözəl pas verdin. Sonra Ronaldinho da verəməz day Marcelo. O nə idi? Pogba get. Orada Messi'nin üstünə də get. Ramos. Yəni də müdafiəçilərimiz elə ki sayıqdılar belə deyək. Alaba. Aha. Bax indi asıldan yoxdur fikir verir sizə. Ona görə Özil qaldırır sağ tərəfə Hamşik. O da qarşılayır. Nə qalmalı bax. Qarşılamalıyıq da. Heç bizim onların hücumda yoxdur qaqa. Xahiş edirəm zırrama qapısını olar. Xahiş edirəm. Hey. Əsas o ki top bizdə deyil. Top yox. Top bizdə də var. Top bizdə Marcelo. Ramos bir dənə aşağı alış, bir dənə hava ilə qaldırsın. Ayax. Hələ ki bu ilə sınav götürmələrim alınmır mənim. Alışla Marcelo özündə də deyirlər, ona alınmır hələ ki fikir verirsə. Özünüz də istəyirsiniz Bale. Sağda bir boşluq var. Marcelo, aha, pas dəqiq deyil onu bilirəm ki. Davay, Modric. Ötürmə vermək lazımdır. Yəni bu dəfə Modric. Xahiş edirəm qatıqlama. Doğrusu məndə də var amma yenə düzgün və əsas səndə də. Əlaydı. Aurier. Bu dəfə Marcelo pas əla vermişdi amma indi yenə Marcelo qəşəng. Əsas odur ki uzaqlaşdıra bildik. İbrahimovic. Döndər Ronaldo. Pasını ver, pası ver geriyə. Marcelo. Sən kimə verəsən? Ora niyə? Özil çatacaq topa məncə. Dayan bir dəqiqə. Çatdı. Əla. Ver. Ay zibil, biraz rənc. Yenə top əsas odur ki bizdə olmalıdır. Aha, o da bizdədir. Heyf ki oyun donur. Modric bu dəfə dəqiq. Tələsmə bir dənə. Asla qaldırdın onlar. Asla da. Aha. Ağayev yerində. Kamran Ağayev də qapısı da yeni gəlmişkən. Mən də eləyə bilərəm, sadəcə zəifdir biraz, 70'dir reytingi, o da ki, çox top buraxmaq istəmirəm, ona görə də əsas var. Pas bir dənə, ayda, kəş sən də o vaxtlarım tez qaytarardın, qaytar, niyə belə bərk verirsən, ayda. Paslarımızı çox bərk verilir, özünüzə görürsünüz də. Zum, amma topu yaxşı ələ keçirməyimiz var, ələ ki, qaqaşı nəsə oyunu alınmır, birincisi də qutardı, yaxşı. Amma yəni qol vurmaq lazımdır bizə. Oyunu belə xırda apara axırda düzə bilərik. Özəllə bilməməz qaqaş oynamır amma son dəqiqələrdə elə bir qol vurar ki heç nə eləyənmərik. Belə. Bir də ki gəlin mən Neymarı yox, gəlin bir dənə bu oyunlarımda buraxaq Komanı, məncə xeyir verəcək Koman. Həmişə xeyir verəkdir bu. Yəni mən oynatdığım oyunlara baxmışsınız bəziləriniz, baxanlar bilər ki, yəni Koman qol vurubdur. Qol olmasa da pas verib də yəni bir şey həyatda qalıb. Getdik. Marcelo istiqaməti dəyişsən əla olar. Allah dəyişdi. Alves saxlamaq lazımdır. Saxladı. James bir dənə verdi. Messi aydat. Sanchez.
Təəssüf ki, Silva yavaş. Axı dedim yavaş. Əslində günah məndə çox basdım. Sadəcə bu oyunçularda da bəzən günah olur. Yavaş, diqqətli olmaq lazımdır uşaqlar. Möhkəm diqqət lazımdır bizə. Baba pas dəqiq deyil. Əsas odur ki, pas dəqiq olmadı. Yəni də Silva qarşıladı. Aha. Ramosdan bir dənə qəşəng dəyişir Ramos bəzən komandada, amma indi də əla dəyişir. Ağayev, sürətli ol. Az qala keçmişdim. Keçsəydim pas verəcəydim. Bəlkə də pas dəqiq olmayacaqdı yəni də. İndi bir dənə akrobatik kulaqla zərbə istəyirəm Ronaldodan orada. Geldi Ronaldo. Hazard. Ronaldo. Yine de top bizde. Qaqaş oynamır. Müdafiə olunur sanki. Ancaq məşqə bənzəyir. Bir tərəf hücum edir, bir tərəfdən ancaq top müdafiə olunur. Müdafiə olunduqdan sonra da topu qaytarır elə. Bax bu Qaqaşın oyunu ona bənzəyir. Bəlkə də son dəqiqə yaparmaq istəyir və çıxartdı topu. Yox, bu qədər sakitlik məncə bəsdir. Bir şey fikirləşməyə lazımdır. De Bruyne. Qaş bir gol vurmaq üçün məsələn bir gol yox, 2 gol lazımdır elə bizə. James, Messi, aha və hesab açılır əla. Lionel Messi Azərbaycan futbol klubu hesabında Azərbaycan hesabına keçir. Əla ikisi Azərbaycanın dünyada güzel deyil. 1-0-a keçdi artıq dostlar. Bundan sonra yəqin çox Qaqaş hücum atılacaqdı. Tək gedir amma Messi tək getməli. Tək ora olmaz. Ronaldo bax indi istifadə edib ikincisini də vurmalı. Yenə də Koman orada düzləsin eləmədi, amma yenə də əsas ki dəyişikliklərin faydasıdır. Alexis isə gedir deyəsən qola. Bax Ramos'un tez müdaxilə eləməyinin nəticəsi. Qapıcının top arasından keçdi hesab. Ramos orada müdaxilə eləməliydin, girməli. Sən bax fikir verin orada. Hələ gör qapıcıya bax. Ay səni lox olasan. Yaxşı da bildik. Paftorların hamısını göstərmə bizə. Bax, budur sadəcə. Qolu erkən vurmaq lazımdır və fikir ver. Tamamilə yenidən topu qaytarır ki, bizə al, hücum elə. Mən də çətin ki, sonda qədər. O top məndən çıxmasın. Son dəqiqələrdə mən də top vur, çətin olacaqdır. Son dəqiqələrdə də vuramayacağım, saxlamaq istəmirəm. Ola bilər ki, heç vurmayam, düzdür. Hücumda olacağım mən, yenə də Alba, Messi. Albanı da keçənmirsən və Ramos uzaqlaşdı qabağa. Koman. Kingsley yapaq yenə pasını verir ki, Messi al vur. Əla 2-1. Bax yenə də gördünüz ki, Kingsley Koman və düzgün də qucaqladı. Çünki Kingsley Koman qurdu. Pasını verdi və qol. Yenidən bu Qaqaş hücuma keçəcək mən bilirəm. Odur ki, yəni diqqətli olmaq lazımdır Alaba. İndi Kingsley Koman özü də vursa əla olar. Koman deyirəm sən Koman. Necə lazımdır elə. Kingsley Koman həqiqətən də bu videonun adını mən Koman qoyacağam. Ay, heyf dondu oyun. Təəssüf. Amma utduq. Aha, qələbəni verdilər. Belə dostlar, videonu da burada yekunlaşdıram. Ümid edirəm ki, sizə bəyəndinizsə like atın. Kanalıma hələ də abunə değilsiniz, abunə olun.